Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 8-ci sinif mövzusu olan kvadrat üçədlərin vurğulara ayrılması və kəsrlərin ixtisari mövzusuna baxacaq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə orta məktəb dərslərindəki mövzuların həm izahları, həm də sualların izahları paylaşılır uşaqlar. Əgər sizlər də bu mövzudan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçəyim burada mövzunun izahına. Uşaqlar, baxın, burada biz kvadrat üçədlinin vurğulara ayrılmasını biz kvadrat tənliklər mövzusundan bilirdik uşaqlar. Qaydamız var idi. MN qaydası var idi uşaqlar və diskriminant qaydası və bir də viyyətdən istifadə edirik. Bu üç qaydadan istifadə etməliyik uşaqlar və istifadə edərək bu kəsirləri, rasional kəsirləri ixtisar edib sonda sadələşdirməmiz lazım. Məsələn uşaqlar, baxın, yəni burada dediyimiz kimi xüsusi bir qayda yoxdur. Bu qaydaların hamısını biz bilirik. Məsələn A variantına baxsaq uşaqlar, biz buradan görərik ki, bu x kvadratı minus 7x üstəgəlsin 12 ifadəsində bu ifadədə uşaqlar biz artıq vurğulara ayrıla bilərik. Biz bunun viyyətlə edə bilərik də. Baxın, cəmi 7, hasil 12 əldə edilən hansılardır? 3 və 4-dür. Elə deyilmi? Onda uşaqlar, baxın, biz bunu vurğulara ayıranda necə eləyirdik? Əgər burada köklərimiz müsbət alınıbsa, biz burada nə götürməliyik uşaqlar? Mənfi götürməliyik. Yəni x çıxılsın 3 və bir də x minus 4 şəklində olmalıdır. Aşağıda uşaqlar biz 4-ü mötərizə xaricdən çıxarsaq, x minus 3 şəklində olacaq. Bunlar ixtisar getdi uşaqlar. x minus 4 bölünsün 4x şəklində olacaq. Məsələn uşaqlar, baxın, B variantına baxsaq, B variantında da mən bu ifadənin vurğularını ayırmağa çalışsaq uşaqlar, burada baxın, cəmi 1 eləməlidir. Hasilin mənfi 6. Hansı ədədlər olar uşaqlar? Mənfi 2 və 3 olar, elə deyil mi? Baxın, gördünüz deyirikmi? Bəli. Yəni uşaqlar, baxın, x üstəgəlinsin 2 olacaq və bir də x çıxılsın 3 olacaq. Buradan da 2-ni mötərizə xaricdən çıxarsam, x çıxılsın 3 şəklində olacaq. Bunlar ixtisar eləsə, burada x üstəgəlsin 2, bunu bölünsün 2 şəklini alacaq uşaqlar. C variantında da baxın, yenə də eyni xassələrdə mən bunu vurğulara ayırsam, cəmi 2 hasilin mənfi 3 eləyibsə uşaqlar, mənfi 1 ilə 3 burada olacaq. Baxın, mənfi 1 isə 3 gəlsəm 2, mənfi 1 3-ə vursam mənfi 3. Yəni x üstəgəlsin 1 və bir də x minus 3 şəklini alacaq. Burada isə cəmi mənfi 1, hasili isə mənfi 12 eləyən edilən hansıdır? Mənfi 4 ilə 3. Baxın, görə ödəyirəm aşağılar. Baxın, ödəyəcək. Burada x üstəgəlsin 4, burada da x minus 3 şəklini alacaq. Bunlar getdi ixtisara. Burada x üstəgəlsin 1 və bir də x üstəgəlsin 4 şəklini alacaq uşaqlar. Gəldik sonra D variantına. Uşaqlar, baxın, bu artıq çevrilmiş kvadrat tənlik deyil. Çevrilmiş kvadrat tənlik deyilsə, biz bunu ya diskriminantla ya da vurğulara ayıraraq etməliyik uşaqlar. İndi isə necə asanlıqsa o şəkildə birini diskriminantla eləyəcəm, digərini isə vurğulara ayırmalıyım. Diskriminantın düsturunu buraya yazıram uşaqlar. B kvadratı minus 4ac olacaq. Məsələn, burada bu A'dır, bu B'dir, bu da C'dir uşaqlar, değil mi? Gətir burada yazsaq biz uşaqlar B. 5'in kvadratı çıxılsın 4 vur, 2 vurulsun mənfi 3 olacaq. Buradan da 25. Üstə gəlinsin. Neçə olacaq burada? Burada elədi 24 ildir, elə deyim uşaq, bu da elədi 49. Buradan hesablasaq, x1 kökünü necə tapırdıq arkadaşlar? x1 bərabərdir, mənfi 5 çıxılsın kök altda D, bölünsün 2 vurulsun A'ya. İndi baxın, B 5'dir, mənfi 5, 49'dan 7 çıxacaq uşaqlar, burada da 2 vurulsun 4 şəklini alacaq. Nə oldu burada? 8, burada mənfi 12 oldu. Hər tərəfini 4'ə bölsək, burada 2, burada 3 şəklini alacaq uşaqlar. x2 kökümüzdə isə bir dənə burada toplama olurdu. Yəni mənfi 5 üstə gəlsin, 7 bölünsün, 2 vurulsun, 4 olacaq. Burada 2, 8. Burada nə oldu aşağılar? 4'də 1 şəklini alacaq. Belə. İndi uşaqlar, baxın buradan. Biz burada nə səhv eləmədik ki? Baxın, görüm nəsə səhv elədim sanki. Burada 4 vur 2, 8 vur 24, 49, 7 elədi, 5, 12, hər tərəfini 4'ə böldük, bu elədi, burada da 2, bu da elədi 4'də 1. İndi uşaqlar, baxın, biz vurğulara ayıranda bu A vurğunu vurmaq, yəni 2 vurulsun, x üstə gəlinsin 2'də 3 olacaq və bir də x minus 4'də 1 şəklini alacaq uşaqlar. Baxın, belə olacaq.
İndi baxın niye vurdu uşaqlar, baxın. Bax kvadrat tənlikdə, çevrilmiş kvadrat tənliyi olanda bax bu şəkildə yazılıqda vuruq olmur. Çünki A vuruğu 1 idi. Amma belə olanda hökmən bu A vuruğunu bu vuruğun qarşısına yazılmır. Bunu vuranda elə 2x üstə gəlsin burada 1 eləyəcək uşaqlar. 2x üstə gəlsin 1 oldu. Amma biz burada nəyi səhv eləmişik? Mən tuta bilmirəm o səhvi də. Bölünsün. Buradan hemen 2'nin mütərizə xaricine çıxarsam 2x minus 1 olacaq uşaqlar. Burada müsbətsə mənfi götürməliyəm. 4 vur 2 vur mənfi 3. 8, 24. Nəsə səhv eləmişəm, onu tuta bilmirəm səhvim inşallah. Burada baxın, biri mənfi, biri müsbət alındı. Nəsə qarışdı burada. Gəlin bir də yenidən baxın aşağıla. Bilmirəm nəyi səhv elədim deyə. Belə də baxın, tuta da bilmirəm. Diskriminantı tapanda necə elədik biz buna? 25 çıxılsın, 2 vurulsun, 4 vurulsun, mənfi 3'ə. Bu da elədi 49. Elə deyil mi? Buradan x1'i tapmaq istəsəm, mənfi 5 çıxılsın 7. Səhvimi bildim aşağılar. Baxın. Burada 2'ni 2'yə vuranda mən 4 yazmışam. Gəlin buradan da düzəldəyim aşağılar. Baxın. Burada 2 vur 2 yazmalıydım. Mən orada qarışdırmışam. Mən 2 vur 4 yazmışam. Burada 4 olur. Burada eləyəcək mənfi 3. Burada isə uşaqlar baxın. Burada isə buranı da gəlin siləyim. Mən belə baxıb səhvimi tuta bilmirdim. Amma misalı tezdən yazanda gördüm. Burada 1 eləyəcək uşaqlar. İndi baxın. Belə bir şey oldu da. Bax x minus 1 və bir də x üstə gəlsin 3 olur. Bir də vurulsun 2. İndi uşaqlar mən bunu 2'yə vuranda 2x minus 2 vur 2'ni yazmamışam bura. Yenə də səhv elədik. 2 vur 2 bütün qarışdırdıq aləmi. Bura 2, bura 4. Nə oldu uşaqlar? Burada 2'də 1 oldu. Deməli burada nə olmalıymış? 2'də 1. İndi uşaqlar baxın 2x 2'ni vurdum x-ə 2x 2'ni vurdum 2'də 1. Bura 1 elədi. Burada da x üstə gəlinsin 3 şəklində olacaq. Bu da belə aşağıdan uşaqlar baxın 2'ni mütərizə xaricinə çıxardanda 2x minus 1 olacaq. Uşaqlar baxın bir yəni bunu yadda saxlayın ki, həmişə ortaq vuruq olmalıdır bax ixtisar getməsi üçün. Yəni sürət və məxrəcdə bir-birlərinin eynisi vuruqlar alınmalıdır hökmən. Cavabımız bu şəkildə oldu. Belə, indi gəlin aşağılar. Baxın mən bunu diskriminantla elədim. Birini də eləyəcəm MN qaydasına. Məsələn bunu MN qaydasına eləyirəm. Baxın aşağılar. Bilmirəm, MN qaydası yadınızdadır, yoxsa yox. Necə idi uşaqlar? Deyirik ki, M üstə gəlsin N, M üstə gəl N. Bərabərdir. Buradakı bu ədədin özünə mənfi 1'ə. N vurulsun N isə 3 vurulsun mənfi 2, yəni mənfi 6'ya bərabər. İndi baxın, cəmi mənfi 1, hasili mənfi 6 ədədlər hansılardır? Mənfi 3 ilə 2. İndi baxın aşağılar. 3x kvadratı çıxılsın. Bax bura yazıram 3x, bu mənfi 1'i parçalayıram. Mənfi 3'dən 2'yə. Üstə gəlinsin 2x çıxılsın 2 şəklində olacaq. Bu ikisini bir qruplaşdırıram, bu ikisini bir. Buradan 3x'i mütərizə xaricinə çıxardanda x minus 1 olacaq. Buradan 2'ni mütərizə xaricinə çıxardanda x minus 1 olacaq. Buradan x minus 1'ləri ortaq vuruq kimi çıxardıram. Burada da 3x üstə gəlsin 2 şəklini alacaq uşaqlar. Baxın, məxrəcdə də x minus 1. Bu da uşaqlar MN qaydasıdır. İndi sizə necə rahat olsa, istəsəz diskriminantla, istəsəz də MN qaydası ilə həll edə bilərsiniz uşaqlar. Məsələn, burada uşaqlar, baxın, F variantı mən məsələn MN qaydasını eləyirəm. 4x kvadrat üstə gəlsin 5x minus 6'da yazıram ki, M üstə gəlsin M bərabərdir 5'ə. N vurulsun N də bərabərdir 4 vurulsun 6, yəni mənfi 24'ə. Cəmi 5 mənfi hasili mənfi 24 eləyən ədədlər hansılardır uşaqlar? Baxın, mənfi 3 ilə 8 ola bilərmi? Bəli, olar. Burada 4x kvadratı, baxın aşağılar, 4 ilə 8 bir-birlərini böləni deyə bura 8x yazıram. Bir də çıxılsın 3x, çıxılsın 6'ını da belə yazıram. Buradan, baxın bu ikisini bir qruplaşdıram, bu ikisini bir. Buradan 4x'i mütərizə xaricinə çıxaranda x üstə gəlsin 2 alınacaq. Buradan da mənfi 3'ü çıxardanda x plus 2 alınacaq uşaqlar. Baxın ortaq vuruq kimi. Sonra buradan x plus 2'ləri ortaq vuruq kimi çıxardıram. Burada da qalır 4x minus 3 şəklini alacaq uşaqlar. Sonra məxrəcdə də baxın aşağılar. Bunu mən vietlə yaza bilərəm. Cəmi 2 eləyibdir, hasili mənfi 4. Hasili də mənfi 8. Onda nə olar aşağılar? Baxın, mənfi 2 ilə 4 olar. Elə deyil mi aşağılar? Baxın, onda x üstə gəl 2, x minus 4 şəklini alar. Bununla bu ixtisar gedər. 4x minus 3, bu da x minus 4 şəklində olacaq uşaqlar. Məsələn,
19-da deyir ki, çoxhəddindən vurğulara ayrılmasının müxtəlif üsullarını tətbiq etməklə kəsirləri ixtisar edin. Uşaqlar, baxın, yenə də biz bunu yenə də diskriminantla da həll edə bilərik, amma bizə viyyət daha rahat olduğuna görə gəlin viyyətlə eləyəyim. Fərqli üsullarla həll edə bilərik. Təbii ki, emin qaydası ilə də burada eləyə bilərsiniz uşaqlar. Amma emin qaydası biraz uzun olduğuna görə ən gözəl qaydamız viyyətdir uşaqlar. Baxsaq uşaqlar, baxın, cəmi 2 hasili mənfi 3. Hansı ədədləri cəmi 2 eləyib hasili mənfi 3? Məsələn, müsbət 3 ilə mənfi 1 ola bilərmi aşağılar? Ola bilər, elə deyilmi? Yəni, x minus 3 və bir də x üstə gəlsin 1. Bəs bu nəyin açılışıdır? Bu müxtəsər düsturudur. Baxın, uşaqlar, x plus 1-in mötərizə xarici kvadratıdır. Onda bununla bunun birisini ixtisar eləsəm uşaqlar, burada x minus 3 qalar, burada da x plus 1 şəklini alırlar uşaqlar. Məsələn, B variantında uşaqlar, baxın, bu konkret müxtəsər düsturudur uşaqlar. Burada x minus 2-nin mötərizə xarici kvadratıdır. Bəs məxrəc cəmi mənfi 2 eləyib, hasili mənfi 8. Cəmi mənfi 2, məsələn, mənfi 4 ilə müsbət 2. Nə olur? Bu şəkildə. X minus 2-nin kvadratı, burada x üstə gəlsin 4 və bir də x minus 2 olacaq. Bununla bunun birisi gedəcək uşaqlar. Burada x minus 2, burada da x üstə gəlsin 4 şəklini alacaq uşaqlar. C variantına baxsaq uşaqlar, C variantında nə edə bilərik? Baxın, C variantında mən buranı qruplaşdırsam uşaqlar, bu x minus 3-ün mötərizə xarici kvadratıdır. Uşaqlar, baxın, x minus 3-ün kvadratı çıxılsın y-ın kvadratını mən necə yaza bilərəm? Baxın, bu düsturla a kvadratı minus b kvadratı. Necə idi bunun açılışı? A minus b, a plus b. Fərz edin, sizdə bura a-dır, bura b-dir. Nə yazmalıyam? x minus 3 çıxılsın y və bir də x minus 3 üstə gəlinsin y. Aşağıdakında yazıram. Baxın, uşaqlar, aşağıda da hər birində nə var? X-lar. X-ı çıxartdım mötərizə xaricinə. X çıxılsın 3 üstə gəlsin y. Bununla bu getdi ixtisara. Qaldı burada x çıx 3 çıx y bölünsün x şəklini alacaq uşaqlar. Belə. 20-ci sualda deyir ki, sadələşdirin və dəyişənin mümkün qiymətlər çoxluğunu qeyd edin. Uşaqlar, baxın, biz bunu vurub aça bilərik ayrı-ayrılıqda. Amma baxın, gəlin biz əvəz etmə üsulundan istifadə edəyik. Əvəz etmə üsulu bizə daha rahat olacaq. Necə? Mən burada x üstə gəlsin 4-ə bir t deyəcəm. T kvadratı çıxılsın 4t, üstə gəlsin 4. Bu nəyin açılışıdır uşaqlar? T minus 2-nin mötərizə xarici kvadratının bir dənə baxın. Burada da var idi, bu eynisi, burada da eynisi var idi. Uşaqlar, baxın, indi gətirib burada mən bu t-nin yerinə x plus 4 yaza bilərəmmi? Gəlin yazağın. X üstə gəlsin 4, çıxılsın 2-nin kvadratı. Buradan da x 4-dən də 2 çıxanda 2-nin kvadratı oldu. Bu oldu x üstə gəl 2-nin kvadratı. Bəs bu məxrəci necə yaza bilərəm? Bunu yazıram 2-nin kvadratı. Baxın, bu düsturla, bu yuxarıda bu düsturla yazarıq uşaqlar. Yazsa uşaqlar, baxın, surətimiz oldu bu şəkildə, məxrəcimiz də oldu x minus 2 və bir də x üstə gəlinsin 2 şəklində. Bununla bunun birisi gedər uşaqlar, burada x üstə gəl 2 qalar, burada da x minus 2 şəklini alar. Məsələn, B variantında yenə biz əvəz etmədən istifadə edək uşaqlar. Baxın, burada yazıram ki, x üstə gəlsin 2-yə bir t desəm, olur burada t kvadratı minus 2t minus 8. İndi baxın burada bizdə artıq bunu biz şeylə yaza bilərikmi? Yenə də baxın, bunu viyyətlə geçsə, cəmi 2 hasili mənfi 4 eləyən ədədlər hansılardır? Deməli, mənfi 2 ilə 4. Yəni, t üstə gəlinsin 2 və bir də t minus 4 yaza bilərəm. İndi gətirib bu t-lərin yerinə bu x üstə gəl 2 yaza bilərəmmi? Gəlin yazalım uşaqlar. X üstə gəl 2 üstə gəlinsin 2 və bir də x üstə gəlinsin 2 çıxılsın 4 olacaq. Burada elədi x üstə gəlinsin 4 və bir də x çıxılsın 2 oldu uşaqlar. Bəs bunun məxrəcində bu x kvadratı minus 16 necə yaza bilərəm? 4-ün kvadratı, yəni x minus 4 və bir də x üstə gəlinsin 4. Elə deyim, bununla bunu ixtisar eləyərəm. Burada nə qaldı uşaqlar? Burada sürətdə qaldı x minus 2, məxrəcdə qaldı x minus 4 şəklində olacaq. Sonra gəldi uşaqlar, 20-ci sual deyil ki, tapşırığın həllində ən az bir səhv var. Tapşırığı yenidən yerinə yetirmək də bu səhvi tapın deyirlər uşaqlar. Baxın, burada vuruqlara mı ayırıblar?
Tamam, heç nə. Gəlin baxaq uşaqlar. Bir səhv var. Bizə verilən misala görə baxmamız lazım uşaqlar. Burada məxrəci düz eləyiblər uşaqlar. Baxın, niyə düz eləyiblər? Mən bu 9x kvadratı minus 1-i belə yaza bilərəm. Bax, 3x-in kvadratı çıxılsın 1-in kvadratına. Burada olacaq 3x minus 1 və bir də 3x üstə gəlsin 1 şəklində olacaq uşaqlar. Baxın, bu belə. Bəs bu surəti necə eləyə bilərəm uşaqlar? Təbii ki, ya diskriminantla ya da mn-lə etməliyik. Gəlin biz mn-lə edəyik uşaqlar. Baxın, m üstə gəl n. Buradakı bu 1-ə bərabərdir, yəni mənfi 1-ə. n vurulsun, n isə 6 vur bu mənfi 1-ə bərabər, yəni mənfi 6. Cəmi mənfi 6 hasili də mənfi 6 edə nə dedilər? Mənfi 3 ilə 2 olacaq. Yazıram, bax uşaqlar, 6x-in kvadratı çıxılsın 3x, üstə gəlinsin 2x çıxılsın 1 şəklində oldu. Bax, gördünüz mü uşaqlar? Bu mənfi 1-i mənfi 3 ilə 2 cəmi şəklində yazdım da. Həqiqətən də bu mənfi 3-ün üstünə 2 gəldi, bu mənfi 1 alınır. Bu ikisini bir qruplaşdırıram, bu ikisini də bir. Buradan 3x-i çıxartdığım zaman 2x minus 1 oldu. Elə buradan da 2x minus 1-i götürürəm mötərizə xaricinə. Baxın, bununla bu bir-birinə bərabərdir, ortaqdır, yəni onları çıxartdım mötərizə xaricinə. Burada qaldı 3x üstə gəlinsin 1 oldu. Baxaq görə, burada görürsünüz, artıq qarışdırıblar, bax. Özünüz də artıq görürsünüz. Bizim məxrəcimiz də belə olmalı. 3x üstə gəlsin 1 və bir də 3x minus 1. Bununla da bu getdi. Burada elədi 2x minus 1. Burada 3x minus 1 oldu uşaqlar. Baxın uşaqlar, burada toplama almışdı. Mən çıxma almışam. Bir də biz məxrəci dəyişən mümkün qiymətlərini tapmalıqda 3x minus 1 bərabər deyil 0. 3x bərabər deyil 1-ə. X də bərabər deyil 3-də 1 olmalı. Amma burada mənfi 3-də 1 yazıblar. Biz amma 2 dənə səhv tapdıq uşaqlar. Bu şəkildə baxmamız lazım. Gəl dedik, aşağıdakı kəsirləri məxrəcinə gətirin deyir aşağı. Yəni, bizim elə bir yazmalıyıq ki, baxın, məxrəci buna gəlsin. Yəni, 12 kvadratı B-yə. Baxın, indi 22-ci sualı. Deyir ki, 6A-dır, burada 5B-dir. Bura yazıram aşağı. 12A kvadratı, bir də B. Uşaqlar, baxın, mən indi 6-nı nəyə vursam 12 eləyər? Təbii ki, 2-yə. Bəs burada A-dır, A kvadratı olub. Deməli, bir dənə A-ya da vurmuşam. B də var axı burada. Deməli, bir dənə B-yə də. Deməli, mən kəsirimi, sürət və məxrəcini aşağıla, kəsirimin sürət və məxrəcini vurmuşam bu ifadəyə. 2AB-yə. Deməli, buranı da 2AB-yə vurmalıyam. İndi deyir ki, məxrəci buna gəlsin. Gətirdik də uşaqlar. Burada nə olacaq onda? Olacaq burada 10A B-nin kvadratı olacaq, bax uşaqlar. Əla. Yəni bu şəkildə yazdı. Məsələn, burada B variantının izahını veriblər. Yox, verməyiblər, ümumiyyətlə başqa bir ifadəni veriblər. Məsələn, bu B variantını yazsaq, 4AB, bura 3-dür. İndi baxın uşaqlar, mən yenə də məxrəc nə olmalıdır? 12A kvadratı B. Baxın uşaqlar, 4-dən necə 12 alıram? 3-ə vurmalıyam. Burada A kvadrat olub, deməli A olacaq. Burada B-dir, burada da B-dir. Deməli B olduğu kim qalıb? Deməli nəyə vurmalıymış hər tərəfini? 3-aya. 3-ü də 3-aya vuranda burada elədi 9A. Deməli bizim bu şəkildə olmalıdır. Məsələn, C variantında da uşaqlar. Bura yazıb 3B, bura yazıb 2A. Buradan yazıb ki 12A kvadratı B. Bax, 3-dən 12 necə alınır? 4-ə vurmuşam. B olaraq qalıb, amma burada A kvadratı var. Amma burada yoxdur axı, deməli A kvadratına vurulub. Bir sözlə 4A kvadratına vurulubdur. Onda 2A-nı da 4A kvadratına vuranda eləyir 8A-nın nəyi? Kubu. Yəni bu şəkildə olmalıdır. D variantına baxsa, bura 12-dir, bura 5B, burada bərabərdir. Yazıb ki 12A kvadratı B. Uşaqlar, baxın burada 12 var, burada 12A kvadratı B. Deməli, elə A kvadratı B-yə vurmuşam da hər tərəfini. A kvadratı B-yə. Burada da oldu 5A kvadratı B kvadratı şəklini alacaq uşaqlar. B ilə. Sonra 23-cü sualda da bizə deyir ki, kəsirinin məxrəci olan kəsir kimi yazın. Yəni, eyni qaydalardan istifadə edəcək uşaqlar. Gəlin, baxağın 23-cü suala. Deyir ki, baxın 6y-dir, bura 7x yazıb uşaqlar. Burada da məxrəci deyir mi? 12. X-in kvadratı y-in kubu olub. Uşaqlar, baxın 6-dan 12 necə aram? 2-yə vurmalıyam.
Burada y-dir, burada y-in kubudur. Deməli, burada y-in kvadratı yazmalıyam. Burada x yoxdur. Deməli, burada x-in kvadratı oldu. Deməli, buranın da 2, y-in kvadratı x-in kvadratına vurmalıyam. Vuranda 2-ni 7-yə vuran 14. X-ları bir-birinə vuranda x-in kubu, bir də y-in kvadratı şəklində olacaq uşaqlar. Sonra gəldik. Kəsin məxrəci y çıxılsın x şəklində olsun uşaqlar. Uşaqlar, baxın burada indi B variantında x minus y-dir. Burada bir dənə baxın aşağı y minus x alınıb. Nə zaman alınır aşağı? Tərsi alınıb da, əksi alınıb daha doğrusu. Bu əksi nədir? Y burada müsbətdir, burada mənfidir. Bu müsbətdir, bu mənfi. Deməli, mən bunu nəyə vurmalıyam? Mənfi 1-ə vurmalıyam. Onda buranı da mənfi 1-ə vurmalıyam. Onda burada mənfi 4 olmalıdır. Bax uşaqlar, bu şəkildə olmalıdır. İndi baxın C variantında A minus 1'dir. Bura A'dır. Alınıbdır deyil aşağılar. A kvadratı minus 1 alınıbdır məxrəcdə. Yəni, necə alınır? Mən bu A kvadratı minus 1'in kvadratıdırsa, bu A minus 1, A plus 1 yaza bilərəm. Bu A minus 1'i nəyə vurubmuşuq deməli bunu almaqdan ötürü? A üstə gəl 1'ə vurmuşam da. Deməli, yuxarını da A üstə gəl 1'ə vurmalıyım. Onda burada nə oldu? A kvadrat üstə gəlsin. A şəklini alacaq uşaqlar. Baxın, bu şəkildə olmalıdır. İndi gəldi məsələn 24'ün A variantına. Deyir ki, sadələşdirin. Yenə uşaqlar, baxın, eyni qaydalardan istifadə edirsiniz. Burada yenə də biz viyyətdən baxasınız uşaqlar. Cəmi mənfi 9, hasili isə mənfi 10 eləyən ədlər hansılardır? Mənfi 1 ilə, yox, mənfi 10 ilə nə oldu? 1 eləyəcək. Bax uşaqlar, mənfi 10 ilə 1. Əla. Deməli, burada x plus 10 və bir də x minus 1 şəklində olacaq. Burada elədi 24. Burada ikiləri mütərizə xaricdən çıxarsa x minus 1 şəklində olacaq. Bundan bunu x eləsə, bura 2 oldu. Burada x üstə gəlinsin 10 şəklini alacaq. Gəldik bax bura. Burada da uşaqlar yenə də biz viyyətlə geçsək, cəmi 6, hasili 8 yeni ədədlərimiz təbii ki 2 ilə 4'dür. Burada isə cəmi mənfi 3, hasili mənfi 10. Yəni, mənfi 5 ilə 2 olacaq uşaqlar. Yazanda da yazacaq ki, x çıxılsın 2, x çıxılsın 4 olacaq. Buradan x üstə gəlsin 5 və bir də x çıxılsın 2 şəklini alacaq. Bunlar getdi. Buradan da x minus 4, buradan x üstə gəlsin 5 şəklini alacaq uşaqlar. Gəldik bura. Burada uşaqlar, baxın. Belə suallarda əgər hər birindən ortaq vuruq çıxarda biliriksə, ortaq vuruq çıxarda bilərik. İkiləri çıxardıran mütərizə xaricində x kvadratı üstə gəlinsin x çıxılsın 6 olacaq. Buradan 4x'i çıxartdığımız zaman x üstə gəlinsin 3 şəklini alacaq. İndi uşaqlar, baxın, bu ifadəni, baxın, x kvadrat üstə gəl, x çıxılsın 6 ifadəsində mən bunu nə etməliyəm? Vuruqlar ayırmalıyam. Baxın, cəmi mənfi 1, hasili mənfi 5 eləyən ədlər hansılardır? Mənfi 3 ilə müsbət 2. Elə deyilmi? Burada bu 2 ilə 4'ü mən ixtisar edirəm. Burada 2x qaldı. Burada x üstə gəlsin 3 oldu. Burada x üstə gəlsin 3 və bir də x minus 2. Bundan bu getdi ixtisara. Burada qaldı x minus 2. Burada da 2x şəklini alacaq. Baxın, belə bir ifadə oldu. Məsələn, burada da D variantında artıq biz nə etməliyik? M-in qaydasından istifadə etməyimiz vacibdir. Məsələn, uşaqlar, burada nə yazmalıyam? M üstə gəlsin n. Deyəcəyim, bura mənfi 1'dir. N vurulsun n isə bura mənfi 20'dir. Nə olur uşaqlar? Baxın, burada olacaq mənfi 5 ilə 4 olacaq uşaqlar. Yəni mən parçalayanda yazacağım. 2x kvadratı üstə gəlsin 4x, çıxılsın 5x və çıxılsın 10 olacaq. Buradan 2x'i çıxardanda x üstə gəlsin 2. Buradan da mənfi 5'i çıxardanda x üstə gəlsin 2 şəklini alacaq. Buradan x üstə gəlsin 2 və buradan da 2x minus 5 şəklini alacaq. Bu məxrəcdir uşaqlar. Gəlin, buranı silirəm. Sürətdə də, bunu sürətdə yazıram. Buradan da, biz burada nə səhv eləmədik ki? Bir dənə baxım, nəsə toplama kimi yazdıq da, biz toplama olmalıdır. Mənfi 5 ilə 4. Yox, müsbət olmalıydı. Görürsən, burada səhv eləmişəm. Bura müsbət 1 olmalıdır axı. Onda müsbət 5 ilə mənfi 4 olur aşağılar. Onda mənfi 4 bura gəlir. Bura müsbət 5 olur. Belə olur aşağılar. Bura toplama olur. Burada çıxma olur. Baxın uşaqlar, mən burada qarışdırdım.
çıxma olur. İndi belə olanda bunun surətində də 3'ləri mütərizə xaricdən çıxardanda x minus 2 olmalıdır. Elə bununla da bu gedir. Burada qaldı 3, burada da 2x üstə gəlsin 5 şəklini alacaq uşaqlar. Sonra gəldik nəyə? Deyir ki, x kvadrat üstə gəlsin 2x minus 15 və deyir ki, bu ifadələrin ekvivalentliyini göstərin. Ekvivalentliyini necə göstərə bilər uşaqlar? Bunların birbirine bərabər olması üçün, yəni bu eynilikdir də, yəni biz bunların eyni olduğuna baxmamız lazım. Necə baxa bilərik? Təbii ki, sadələşdirib vuruqlara ayırmalıyıq. Burada baxın, cəmi mənfi 2, hasili mənfi 15 ədədlər hansılardır? Mənfi 5 ilə 3. Elə deyilmi? Onda olacaq bura x üstə gəlinsin 5. Buradan da x minus 3 oldu uşaqlar. Aşağıdan da x minus 3'dür. Elə bununla da bunu ixtisar elədim. Nə oldu uşaqlar? X plus 5 şəklini aldı. Bu belə. Sonra gəldik. Burada nə deyir? Deyir ki, 3 ədədləri cəbri katların köməyi ilə vuruqlarını ayırın və rasional ifadələri seçin aşağılar. Bu cəbri kartlar məsələsində uşaqlar. Bunlara məncə çox da ehtiyac yoxdur. Yenə də bunu eyni xassələrlə zaten bunu cəbri kartlarında eləsə uşaqlar bu şəkildə etməmiz lazım. Yəni də vuruqlara ayırmalıyıq biz bunu. Baxın uşaqlar. Burada yenə də vuruqlara ayırmalıyıq. Bax, cəmi mənfi 4 hasili 3 eləyən ədədlər hansılardır? Məsələn, mənfi 1 ilə cəmi məsələn hasili müsbət 3'dür, cəmi də mənfi 4'dür. Mənfi 1 ilə mənfi 3 olacaq, elə deyil mi uşaqlar? Onda nə olasıdır bu? X üstə gəlsin 1 və bir də x üstə gəlsin 3 şəklini alacaq. Bu 26-cı sualda. Aşağıda da x üstə gəl 1 var, bunlar getdi. Nə qaldı burada? X üstə gəlsin 3 şəklini alacaq uşaqlar. Sonra məsələn burada baxsaq, burada da baxın cəmi mənfi 5 hasili 6 ilə mənfi 2 ilə mənfi 3 olacaq. Biz indi buradan baxsaq, olacaq burada x üstə gəlinsin 3 və x üstə gəlinsin 2 olacaq. Burada da x plus 2 şəklini alacaq. Bununla bu getdi. Burada da x üstə gəlinsin 3 olacaq uşaqlar. Burada da baxın cəmi mənfi 7 hasili 6 ilə nədirlər? Mənfi 1 ilə mənfi 6'dır. Mənfi 1 ilə mənfi 6'dır. Aha, gəldik. Burada da olacaq x üstə gəlsin 1 və bir də x üstə gəlsin 6 olmalıdır uşaqlar. X üstə gəl 1'lər gedir ixtisara, qaldı x üstə gəlsin 6. Bu şəkildə baxmamız lazım. Deyir ki, düzbucaqlığın sahəsi 27-ci sualda və düzbucaqlığın sahəsi kvadratın sahəsi eynidir. Yəni sahəsi kvadrat vahiddir. Eni isə bu olarsa perimetrini tapın. Uşaqlar, baxın burada mən eni varsa uzunluğu tapmalıyım da. Birinci, uzunluğu tapmaq üçün sahəni bölməliyəm nəyə? N'ə bölməliyəm də, elə deyil mi aşağılar? Əla, bu vuruqlara ayırdığım zaman burada eləyəcək. Bax, cəmi mənfi 5 hasili mənfi 4, müsbət 4 isə mənfi 1 ilə mənfi 4'dür. Onda burada x üstə gəlsin 1 və bir də x üstə gəlsin 4 olacaq. Burada da x plus 1 şəklini alacaq. Bunlar getdi, x üstə gəl 4 oldu. Uşaqlar, baxın, eni x plus 1'dirsə uzunluq x üstə gəlsin 4 olacaq uşaqlar. Biz ödəyik ki, bunun perimetrində. Perimetrdə p bərabər 2 vurulsun bunların cəminə. Bunları toplayanda 2x üstə gəlinsin 5 olacaq uşaqlar. Burada da 4x üstə gəlsin 10 şəklini alacaq. Deyir ki, kvadrat formalı vərəq üzərində mümkün qədər böyük radiuslu dairə çəkimi yazıbdır. Kvadratın tərəfi 2x uşaqlar. Baxın, tərəf 2x-dırsa diametrdə 2x olur aşağılar. 2x. Onda radius x olmalıdır. Sənin ən böyük çevrən radiusu x olan, yəni tərəfin yarısı olmalıdır. Yəni bu şəkildə baxmamız lazım. Kvadratın və dairənin sahələrinin nisbətini göstərməsini ifadə edir. Bu dairənin sahəsini tapmaq. Bu kvadratın sahəsi olacaq s bərabərdir 4x-in kvadratı, çünki tərəf 2x-dır. Çevrənin sahəsi s bərabər pi l kvadratıdır. Pi vurulsun x kvadratı oldu. Və deyir ki, bunların nisbətlərini tap. 4x kvadratı buradadır. Pi x kvadratı buradadır. Bunlar getdi. Cavabımız oldu 4 bölünsün pi şəklində olacaq. Dairə kağızın təxminən neçə faizini tutur deyir aşağılar. Belə deyəndə bunu necə tapmaq olacaq? Təxminən deyirsə uşaqlar. Baxın, bu 4x kvadratı təbii ki 100%dirsə, onda bu pi x kvadratı da olsa bir k faiz. Elə deyilmi? Burada mən bu k faizi tapmaq üçün
100'ü vurmalıyam pi x kvadratı bölməliyim 4x-a. Bunlar getdi. Buradan k da bərabər 25'dən 100'ə 25 pi oldu da uşaqlar. K bərabər 25 pi. İndi buradan k-nın 20 təxmini deyir də bizə deyil mi uşaqlar? Hə, deyək cavabımızı məsələn burada 3 tam %14'ə vurmalıyıq bu 25'i. Gəlin belə eləyəcəm mən. Şeydir, elə 3 tam 3'ə vuraq, təxminən 75 eləyəcəkdir uşaqlar. Təqribən 75 şəklini alacaq. Sonra deyir ki, torbada n sayda qırmızı kürə, m sayda isə ağ kürə var. Torbaya bütün kürələrin 2 misli qədər. Baxın, n qırmızıdır. Qırmızı m isə ağdır uşaqlar. Deyir, torbaya bütün kürələrin 2 misli qədər sarı. Bütün kürələr n üstə gəl, m-in 2 misli 2'yə vurdum. 2n üstə gəlsin 2 oldu. Sarı kürə gəldi. Burası sarıdır uşaq. Deyir ki, torbadan təsadüfən bir kürə çıxarsa onun qırmızı olması ehtimalı. Mən məsələn mümkün hallar hamısını toplayıram uşaq. N'ləri toplasam 3n üstə gəlsin 3m olacaq. Qırmızı deyilsə bölünsün n olmalıdır uşaqlar. Əgər ağ deyilsə yenə də 3n üstə gəl 3m, ağ deyilsə bölünsün m olmalı. Yəni m bölünsün olmalıdır. Yəni bu şəkildə olacaq uşaqlar. Sarı rəngli sarı rəng olması ehtimalı ifadə yazın uşaqlar. Mümkün olduğu halda sadələşdirin. Mümkün varsa. Bir də uşaqlar baxın burada nəyi tapdıq bir də biz sarı. Sarı olma ehtimalı necə olacaq? Sarı olması 2n üstə gəl 2m idi. Burada da 3n üstə gəlsin 3m. Bunu sadələşdirmək olar. Buradan 2'ləri çıxardaram. Buradan da 3'ləri çıxardaram uşaqlar. Bunları ixsa elədim. Cavab oldu 3'də 2 şəklini alacaq uşaqlar. 30-cu sualda rasional ifadənin qurulmasını tələb edən 2 məsələ yazındı. Sahə, hərəkət falan. Bunu da özünüz qurun uşaqlar. Yəni bu şəkildə. Burada yaradıcı tətbiq etmə var. Bunlara baxmıram heç. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun.